Sizcə Osmanlı ordusunun Avropa üzərinə hücumları nə zaman dayandırıldı? Tarixən buna bir çox sözləri deyirlər. Məsələn, Zigetvar vuruşmasını deyənlər Sultan Süleyman Qanunun dövründə və yaxud Viyananın mühasirəsinin yenə Sultan Süleyman Qanunu tərəfindən mühasirəsinin uğursuz olduğunu göstərənlər var. Və yaxud 1683-cü ilin bu Viyananın mühasirəsinin uğursuz olduğunu göstərənlər də var. Lakin bu belə deyil. Belə ki, 1600 Sultan Süleymanın ölümündən sonra Osmanlı orduları Avropanın içərilərinə doğru irəliləməkdə davam etmişlər. Hətta Polşanın bir hissəsini, Moraviyanı da almışdılar. Bəs bu nə zaman baş vermişdi? Bu Böyük Türk müharibəsi 1683-99-cu illərdə baş verən Böyük Türk müharibəsi adlandırılan Avropa və Osmanlı müharibəsində bir Tisa çayı yaxınlığından Zend döyüşündən sonra baş verdi. Bu döyüş 1697-ci ilin 11 sentyabrında Sultan II. Mustafanın orduları ilə Yevgeni Savoyskinin rəhbərliyi altında Avstriya və müttəfiq qoşunları arasında baş verən bir döyüş idi. Osmanlı ordusu Viyananın mühasirəsindən sonra bir daha yenidən Avstriya üzərinə yürüşə başlamış, dalbadal 3 qələbə əldə etmişdi ki, bu da sultanı doğrudan da razı və arxayın salmışdı. Belə bir vəziyyətdə onlar Tisa çayını keçərək Macarıstanın işğalını tam yekunlaşdırmağı, Avstriyanı isə Balkanlardan tam çıxartmağı nəzərdə tutmuşdular. Lakin Tisa çayında Osmanlıların ağır şəkildə o çayı keçməsini görən Yevgeni Savoyski dərhal onlara hücum edir və artilleriya atəşindən istifadə edərək onları böyük itkiyə məcbur edir və məğlub olmuşdu. Məğlub etmişdi. Və bu məğlubiyyətdən sonra artıq Osmanlıların Avropada hücum əməliyyatlarına son qoyuldu. Və bundan sonra müharibələrdə Osmanlı ordusu yalnız müdafiə olunmağa məhkum edildi.